Sayın uşaqlar, bu gün Qurban olun Millətimənin yepyeni bir bölümüyle karşınızdayım. Bəli, artıq görürəm ki, Qurban olun Millətiməni o qədər sevmirsiniz, amma bəlkə də sevirsiniz. Əgər sevirsinizsə, like'larınızla həqiqətən bunu bəlli eləməyinizə ehtiyacım var. Çünki çox da bəlli olmurmuş kimi görsənir. Əgər belə keçsə, yəni belə olsa əgər, bəlkə də artıq Qurban olun Millətimənin 2 həftədən bir mi atmalıyam, bilmirəm. Buna görə də like'larınızla və yorumlarınızla bunu bəlli eləməyi unutmayın. Gedək görələ bu səfər Azərbaycanda nə tipdə videolar, nə tipdə şeylər çıxacaq qabağımıza. Getdik. Salam xanım, o əlinizdəki nədir? Bir dənə verin də baxım. Nədir o? Sevgilimle şəklim. Ha, sevgilimiz var. Tamam. Tamam, sağ olun. Sağ olun. Və itin Instagram. Salam. Yaxşıydı. Bu yaxşıydı. Xoşuma gəldi. Bunu gözləmirdim həqiqətən. Bu nədir o? Bu boyda maşın olur ola. Mahnını da bilmirəm. Ağzımda random şeylər. Deyir ki, toy maşının içindədir. Bu boyda maşın olur ola. 4 dənə gəlin köçürdər sənə bundan. Bütün Azərbaycan xalqını salamlayıram. Mən Osmanlı Qərənfil qərib qızı İsmayıl rayonu. Buradan deyirəm, altı qara pişikdir, nədir? Üzümü sizə tuturam, mənim videomla məşhur oldunuz. İndi də məni bezdiriblər ki, gəl aviyaşes aza video çək. Bəsdir də, əl çəkin. Bu altı qara pişikdir, nədir? Zülləbaş Bəyazi, Combul İsmayıl, Pələqulaq Fərid Çuxotqə Tərlə. Bu insanlar məni bezdiriblər. Qapımda hel-hahil fırlanırlar. Ördəklərimi narahat edirlər. Bütün günü mikrofon qoyub, mi danışırlar. Güya bu bambullar gülməlidirlər. Direlimi də apardılar, zəhmət çəkin. Gətirin mənim direlimi qaytarın. Yoxsa sizi mən lazım olan yerə şikayət eləyəcəm. Mən siz üçün başqa adam deyiləm ha. Direlimi qaytarın. Eşitdiniz, bildiniz. Baxın mənə, eşidin bilin. Mənim direlimi qaytarın. Az gəzun, az tozun. Görürsən xalıya bu video təşkilləmək üçün nə qədər pul verdi? Həqiqətən mən maraqlıdır. Xalıya bağlı, getdi TikTok sayəsində ünlü oldu. Bəlkə də ola bu video deyəsən biz baxmışdıq ola. Ne dediler? Paltarlar var ne dediler? Çek görün sen. Ama ne diyecekler ya, ben paltarlarım, paltar nedir? Necə yəni ne işi demədilər? Təzə almışam da onların hamısını. Koftaba, ayaqqabı işi demədi uşaqlar. Ay yok, ne desinler uşaqlar paltarlarımı? Təzədən ne olubdu ki təzə oldu? Müəllimə çıxartmadı sən lövhəyə ki, baxın Rifətin təzə paltarları var. Müəllim niyə belə bir şey eləsinlər? Lan bildin yəni utanaram da elə bir şey eləsin müəllim. Ay niye öyle şey eləsinlər? Uşaqlar elə orada tumuşda gəzir hamısı. Onlarda paltar vardı. O əziyyət çəkib almışam da indi heç kim soruşmadı bu ayaqqabı nətərdir? Koftan nə qəşəng demədi heç ki. Ay yok, onların da ayaqqabısı vardı. Nə paltar da, təzə paltar da alıb. Anadır da yazıq, sevinir də. Başa düşürsən, təzə bir şey alıb uşağına. Fikirləşir yəni görsünlər başqası nə deyir ona falan. Əslində baxanda bu çox pis bir şeydir bu arada. Başqalarının nə düşündüyünü önəmsəmək. Prosta yəni onlar da başa düşmüyorlar da. Adınız necə oldu? Real. Royal. Real? Adında Real keçən bir videoda zaten xeyirli bir şey gözləməzdim də. Toy günü evin döşəməsi sökdü. What the fuck da? Yəni bu necə olur ala? Həyatdakı bəxtində sonra heç vaxt çökməz, evlənəcəyin gün çəkər. Bu nədir lan? Abi belə kutka var sən Allah, yəni bu sənin razmerin deyil deyəcəm də. Çox dardı axı o. Qızlar üçündür bəlkə. Qızlar üçün olma ehtimalı var yəni. Bu nə deyirsən Allah? Bunu oğlanda geyinməməlidir axı. Heyvanları aç saxlamayın. Mənim bitim çox mədəniyə, vilkapsaq olmadan yemək yeyə bilmir. Biri yazı kaka kartını atardı öz yermalardır da. 10 il fikirləşmə elədiyim zarafat. Nədir ki? 10 isti, sumaq. Nə mənə gəlir? Demə baş düşməli. Heç baş düşmədim bu arada. Nərə cildə qalarsan bu səs gələr. Bu arada sənə bir dənə söz deyim. Bizdə yuxarıda şey var. Paltaryan deyəcəkdim valla. Xaldeniç var. Soyuduzu var. Bir dənə sözü normal deyə bilmədim. Gecə yatanda bizdə elə səs çıxardım. Ona hər dəfəsində yatanda çıxardıram o. Köhnə olanda biraz elə səs çıxardım. Bax, erkək olaraq sənə bir tövsiyə vereyim. Özü çox zor hissədin yəni bu videonu çəkib atanda. Onda dədə də dediklərinə qulaq asmarsan. Ki zaten asmıyorsan ki bu gündəsən də. Ayağı qolumdan incə olan oğlan şəkil atar. Ay qadanam, sən o döysən, sağa görə zibilə düşüm. Mənə bir də belə şəkillər yolub həyatdan soyutma da məni. Təzə açılmamış kraska danışdı. Münasibətdə artıq münasibətdə var ha. Şeyə baxılmır. Sadiqliyə baxılmır. Nə qədər sevdiyinə baxmır. Nə qədər yaxşı bir insan olduğuna baxılmır. Baxılan şeylər pul, bədən, əsasən də pul. Rimellər akıtıldı mı amca? Bu nə videolardır? Wow! Belə tualet oldu, biz mi getmədik? Mənə gözəl model kimi qızlar lazım deyil, mənə sən lazımsın. Gül yanağından güllatan yazıma qurban. Bəzən gözəl olmaq üçün model olmağa ehtiyac yoxdur dostum. Haydi canım. Hazırım da. Bu ne be?
Tamam ne olur giyinim de Türkiye'den almışım bir de dozu giymemişim. Olay şey giyiyorum. Xəstə sən az olmaz başın qaraqdı. Ne olur. Sən zat var elə gəl. Bu arada mən də olsam mən də elə eləyərdim. Çünki başa sən orada kişi ilə gedirsən sonra, orada da Allah birinə görə kişi vardır da. Yəni səni ikiliyindən orada görmələri, nə bilim, mentalitetdən asılı olan bir şeydir. Prosta mənə tərs olan bir şeydir. Necə deyim yəni. Necə baxırsınız baxa bilərsiniz, amma mənə də tərs olan bir şeydir. Yəni mən istəmirəm ki, həyat yoldaşım ya da sevgilim bikini ilə başqa oğlanların qabağına keçsin. Yəni kim istəyir ki? Avtobus şoferini kənarda saxlayın deməyə utandığım üçün Bizansa gəlib çıxmışam. Qardaşım zamanda keçmişə gedib deyəsən. Kimsə mənə məsləhət verməyə çalışır, amma doğum ili 2 ilə başlayır. Sənə 50-40 yaşındakı həyatında bir məqsədi olmayan daydayın, qoca kişinin, ağsaqqalın, həyatda bir uğuru olmayan ağsaqqalın sənə tövsiyə verməsindənsə 25 yaşında öz həyatını qurub, öz ayağı üstündə duran bir insan tövsiyə verməsi daha yaxşıdır. Ailə videosu. Bomba kino tapmışam, gəl ona baxaq. Əzim, mən bezmişəm artıq. Hər gün eyni məşğuliyyətlərdən və eyni əşyalardan istifadə edirik. Qabaqdan yeni il gəlir, bu deyəsən nəsə hədiyyəyə işarə edir. Əşya dedi, 100% təzə televizor istəyir. Hə, brat, deməli, bax, belə bir söhbət oldu. Mən də fikirləşirəm ki, yəqin yeni ilə televizor istəyir. Ha, başım xarabdır. Qadındır o, televizorla eləyir. Yəqin Dyson Fenzat istəyir. Dyson nə deyir? Məncə təzə kosmetika istəyir. Brat, ən salamatı təzə planşet al. Özün Qoğuşun gözü bu qədər qoraydı ola. get bir marketdən al. Orada hər 10 manatlıq alış-verişə bir şans qazanırsan. Nə bilim, Kia K5, Avatar 007 Pro, Sibrizdə ev də əldə edə bilərsən. Məncə yox, brat, təzə iPhone istəyir. Bildim Rafiş də gəlir. Ho ho ho! Bayram mübarək əzizim. Bu da hədiyyə. Niyə əziyyət çəkirdin? Təzə telefon almısan, dəlisən sən. Mal deyə. Nə var idi başa düşməyə? Təzə televizor istəmişdim də. Oğlanlar kiçik işarələrdən başa düşmür deyəndə yəqin ki bunu nəzərdə tut. Prosta başa düşüb, prosta onu video başa salmağı buraxmalıyam dostum. Videonun başındakılar mal deyirlər, başa düşürlər videonu. Başa düşürsən yəni. Oradakı reklam qutusu ilə danışıram. Ay babaş niye yaşayırsan qaqaş? Özünə hörmət elə ay qaqay. Bilmirəm düz deyirəm, düz demirəm. Bilmirsən niyə danışdın? Sən nəyə layiqsən, mən də onu düz deyirəm. Elə bilirsən ya. Elə bil ki orada qafiyə olmadı axı. Eləyirsən. Özün də düz yolu daha getmirsən. Gəlin qaqaşa dəstək vaxt alacağız. Biraz söymür uşaq da əlində işim var, qutarıb gəlib özüm söylədim. Ay nə bilim ya, mən bu yaşda varam, belə video çəkib qoysaydım TikToka varam. Mən atam it balası kimi çırpardı da, sən öl deyirəm. I can run. I can fly. I can see. Gözlərim səni. Ay o mahnı çox zordur. Hələ necə üçün də dilimə dolaşmaya 2 versiyasında. Bu nədir lan? Bunda kriminalni, varavskoy sevgililəri olan qızlara, varavskoy oğlanlara, avramızın! Biraz ki deyəsən geyərdə, ondan sonra palto olmasın deyə fırlatdı. Bu yaxşı fikirdir bu arada. Neçədən oğlan biz yola vermişik. Yəni Elon Musk! görmüşük imkan yoxdur, qızı yanında onu padvalit eləməmişik. Demişik qalsın, hansısa bir oğlan gəlib bir mada satıb onu rişat eləmişik. Neçədən oğlan biz yola vermişik. Yəni görmüşük imkan yoxdur, qızı yanında. Elon Musk şik, gül satan şik. Məni təbrik edə bilərsiniz. Bu gün 3-cü dəfə qız atası oldum. Yeni xəbər. Allah olmayanlara qismət eləsin. Mənim qızım olub, 3-cü qız atasıyam, qız övladıyam. Qardaşım bütün qızlar sən aldın. İndi bizim uşağımız olsa gedib oğlan olacağam. Sən yarımın qasidisən. Afiyet Əyləş sənə çay demişəm. Qardaş, çay sütü 40 manat ya. Mən demişəm. Bəli. Ox demişəm. Bir yaxşıdır, xoşuma gəldi. Kəsməyəsiz mən onu evə aparım. Onsuz da onu ortadan kəsmisiniz də. Buna papaq, bu boyda papaq olar. Ola bu yayda çıxırlar, belə şilyapa taxırlar, günəş başa vurmasın deyə onu oxşayır. Bunu aşağı hissəsiz hara göndərmisiniz? Heç kimsə yuxarısı evə getsin. Aşağını biz yeməmişik. Allah biz yeməmişik. Zar, yaxşı aşağını yeməmsən. Aşağı yesən yaxşı şeylər olmayacaq. O zaman saçlarına bax, gör nə qəşəng. Ona bax. Ay, tortun üstündəki gilas. Kulağın qoyarsan kulağın dibində yapışır divara sən öyle. Qıza baxır nə qəşəng şirin durub orada. Oğlana bax gedir orada. Ne yazıb? Gecən xeyri aşkım, karıcım tatlı çikolatam, şəkərparəm. Oy, sən niyə yaşayırsan ala? Oy, bu nə də?
Karıcığım, kalbimin sahibi. Ay dur. Sən bilə sözdə bu mesajı var. Mən Yusifə atsaydım əgər Yusif Totsunu bu cür səs atardı və həqiqətən deyirəm. Sonra bir yavaşladım, 0.5-ə düşdüm, ondan sonra biraz qalxmağa başladım. Özbəkistanda aeroportunda klarnetin nə aləti olduğunu soruşur, o an yaşananlar. Vağzalda. Özbəkistan aeroportu yəni klarnetin nə olduğunu necə bilmir, amma mən çatmırsan. Dünyanın başqa yerində yoxdur ki bu alə. Basatın Təpəgözü öldürdüyü obyekt. Sən Allah. Sən Allah buna bax. Dönər yerinə sürmüsən nədir? O boyda döner olur. Bir çərşənbə günü çeşmə başında gözüm bir alagöz xanıma düşdün. Başıma! Yerine geçsin mama bölümü. Oranın deyənə qədər yaxşı gəlmişdi bu arada. Başqa söhbəti o qədər çox cringe-dir ki, onu deyən kimi yəni modum düşdü də. Bu boyda döner olur, onu yeyəsən 3 gün yatmaram. Ay bunu istehsal edən. Burada qarpız şəkli var. Amma bunu içirəm, qarpız dadımı elə bilərsiz içində yoxdur bax. Bunu istehsal edəndə pul verirəm buna mən. Elə ki ayıb olsun. İstehsal eləyən nəzərə alacaq, narahat olma. Toy diskimizi əldə eləmişik. Sizə göstərmək istəyirəm ki, toy diskimizi necə montaj edirik. Nələr edirlər? Yəni elə bir Van Damme-ın kinosu başlayır. Terminator'un kinosu başlayır. Bu nədir qardaş? Abi toy kaseti çəkənlərin həqiqətən editdən başlarının çıxdığını sanmıram. Və sözün əsl mənasında yəni ümumiyyətlə bu yəni bu şəhərdə falan çıxmalıdır çünki editdən başları çıxmalıdır abi. Bu nədir sən Allah belə şey olur. Biabırsızlıqdır Allah. Biz dedi ya bu evlənsin, yığışsın çöllərdən. Evləndi bir də uşağı götürüb gəlib. Elya. Nə bax? Var bir hayalimin. Sonra mənə qınayırsın. Niyə azı qız uşağı videoları çıxır ala? Amma məsələ mənlik deyil, aytərlikdir. Bax bunun kombininə var, gör nə qəşəngdir. Vay, rənglər üst-üstədir ki. Buna bax, Lijbi evdən çıxsın. Lijbi yox olsun. Rənglər videolardan sonra axırda girib evlənəcəm məsələn. Evlənirsən ondan sonra uşağın da oğlan olur. Mən nə yaxşı yumurta pişirəm ağzım. Sən Allah xəllaqiyə söylüyor. Sən yumurtanı pişirməsəydin yaxşı idi dostum. Keşke belə bir şey yaşadığını bilmədən qonaqlar versən, qonaqlar yer bunu. Niyə saqqal saxlayırsınız? Tənbəllikdən. Tənbəllikdən. Tənbəllikdən də elə baxdım alanda qırxıram. O niyə saxlayır? Sizdən soruşuram, niyə saqqal saxlayırsınız? Uşaq verdim də. Tənbəllikdən. Niyə üst tutmursunuz məsələn? Tənbəllikdən deyirəm, yenə soruşur. Əsəbləşdir adam. Düz deyir də la. Sualıma cavab ver. Niyə saqqal saxlayırsınız lan? Niyə üzünüzü qırxmırsınız? Sualı eyni şeydir də dostum. Ay rejissor, sən nə danışırsan? Rejissor olmamalı. Müsahibə aparan nə deyirlər? Allah yadmaz. Azərbaycanca YouTuberların tepkiləri. Geldik. Bakayım güzel bir şehir mi? Azerbaycan'da belki biraz arasak insan reçeli buluruz. Her şeyin reçeli var. Şimdi la. Tamam. Ay zibil. Ay ürəyim antrikot istədi. Zibilə qalsın. Gedim yumurta çörək yiyeyim. Aromatic, not spicy, but just like warming. Azerbaycanlı kardeşlerim, övgü ayağınıza geldi. Hala ağzınızın tadı olarak yaşıyorsunuz, onu söylemeliyim. Demir yumruk. Anladın Alperen? Ne oldu Paşinyan? Paralel evrenin bir Türkiye'sine gelmişiz gibi çok güzel. Burası hiç Türkiye'ye benzemiyor. Ara ara New York havaları, ara ara da böyle Avrupa şehri havası alıyorum. Yani bir Paris oluyor, bir Manhattan oluyor. En nihayetinde Türkiye'den çok daha farklı havalar aldığımı söyleyebilirim. İnşallah biz də Türkiyəyə girib çıxa bilsəydik də görərdik həqiqətən də Azərbaycandan Türkiyə çox fərqlimi yoxsa deyilmi? Bəs hələ nəsib olmuyor. Cığaltılıq eləyə bilmədim. El eləmək olur. Bəli. Mən səni əsən küləkdən, yağışdan istəmişəm. Hər gecə surətini səmalardan izləmişəm. Səni mən xəyalımda ayrı yerdə gizləmişəm. Vurmuram, önə geçsin. Önə dəxli. Bu arada düz deyir yəni. Sən onu ora qoydu ki, sən onu vurasan arxaya gedəsən də damya çıxmayasan. Yəni belə şey var, elə şey olur. Heç nə olmuyor, nə ola bilər ki? Çəkməyəm, nə ola bilər ki? Belə gəncik gəlməsin, xahiş eləyirəm. Usta, Efendim, bir şey diyecektim sana. söyle. Daha doğrusu bir şey isteyeceğim. İste oğlum, manyak mısın? Ya kızla buluşacağım da para lazım. Oğlum benden isteyeceksin tabii, manyak mısın? Niye çekiniyorsun? Allah razı olsun abi. Kızdan mı isteyeceksin? Kızla buluşacağız. Ne kadar lazım? 20.000. O nasıl bir kız ama? Orasının öyrəkəsi də yəni 20 bizdə nə qədər edir ala? Və 20-yə bölmək lazımdır. 1000 manat. CBC spor sərçisi susturan kadrlar. Fol var artıq bu maçda.
yaxşı işləyir rejissorlar. Məncə də yaxşı istəyir rejissorda bu videodan sonra keçəcəm futbola baxmağa. Nə inşallah bu video bu qədərdir. Ümidvarım sevdiyiniz bir video olmuşdur. Daha çox qurban olum yətmən gəlməsi istəyirsə bu videoya bir dənə like atmağı unutmayın. Sevdiyiniz qismləri yorumlar qismlərə yazmağı unutmayın. Gələcək videoda görüşürüz. Sağ olun.